İnsan imkanları artdıqca Allaha ehtiyacının olmadığı zənninə qapılır. İnsanın düşünməsinin önünə pərdə çəkən digər şeylər də əslində fərqli şəkillərdə öldürmədir. Zina, içki, faiz, Musanın təqdim etdiyi Allah inancı elədi ki, həyatın hər sahəsinə qarışır. Belə evlənəcəksən, belə ailə həyatın olacaq, belə ticarətin olacaq, belə qazanacaqsan, belə xərcləyəcəksən, cəmiyyət belə qurulacaq. Şuayb əleyhissalamı məsələn. Nə zaman dedilər ki, sən fəsad çıxarırsan? Dedi ki, bax çəkidə, ölçüdə cəmaatı aldadırsınız, bunu eləməyin. Deyən kimi dedilər fəsad çıxarırsan. Bunların qadın haqqı deyərkən qəsd etdikləri bizim qadınlarımız deyil. Bunların uşaq haqqı deyərkən qəsd etdikləri də bizim uşaqlarımız deyil. Onların bütün hilələrinə rəğmən Xədicə anamız kimi, Ayşə anamız kimi, Fatimə anamız kimi xanımları özünü örnək göstərən xanımlar ortaya çıxır. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu vəsselamu alə Rasulillah. Allahın izni ilə yenə həyat kitabımız olan Quran-Kərimdən bir neçə ayə oxuyub anlamağa çalışacağıq. Ğafir surəsindən, digər adı ilə Mümin surəsindən 21-ci ayədən etibarən oxuyacağıq. Uca Allah Ğafir surəsinin 21-ci ayəsində buyurur ki: "Əvvələm yəsiru fil ardı feyanzuru keyfe kana aqibetu'llezina kanu min qablihim kanuhum əşəddə minhum quvvatan və atharan fil ardı fəəxəzəhumullahu bizunubihim və ma kana lehum minallahi min vaq." Uca Rəbbimiz buyurur ki, məgər onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Halbuki onlar bunlardan daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Ancaq günahlarına görə Allah onları əzabla yaxaladı, onları Allahdan qoruyan da olmadı. Ümumiyyətlə, Quran oxuyanda hər birimiz düşünməliyik ki, Quran Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dövründən etibarən qiyamətə qədər hansı zaman və hansı məkan fərqi olmadan hər dövrdə yaşayan insanlara xitab edən bir kitabdır. Və Quranda biz görürük ki, Uca Allah həm Peyğəmbərimizin yaşadığı dövr üzərindən, həm əvvəlki Peyğəmbərlərin, əvvəlki ümmətlərin yaşadığı dövr üzərindən müəyyən məsələləri bizə çatdırır. Amma biz bu məntiqlə, bu düşüncə ilə dinləməliyik, bu düşüncə ilə Quran oxumalıyıq ki, insan həmin insandır. Yəni Peyğəmbərimiz dövründə yaşayan insan və yaxud əvvəlki Peyğəmbərlərin, əvvəlki ümmətlərin dövründə yaşayan insanlar hansı müsbət və mənfi keyfiyyətləri öz içlərində daşıyırdılarsa, bugünkü insan da həmin insandır. O dövrdəki insanlar hansı xətalara düşmə riski daşıyırdılarsa, bugünkü insan da həmin insandır. Biz bu nəzərlə Quran oxuduğumuz zaman Qurandan həqiqi mənada istifadə eləmiş olacağıq. Və bu oxuduğumuz və oxuyacağımız ayələrdə də bu nöqtə üzərində dayanmaq lazımdır ki, Uca Allah genəlliklə insanların iki kateqoriyada olduğunu bizə bildirir ki, bir inananlar var, yəni Allahın varlığına, təkliyinə, axirətə, hesaba inananlar var, bir də inanmayanlar var. İnanmayanların içərisində olduğu düşüncəsizlik vəziyyətini bu ayədən və bu ayələrdən görmüş oluruq. Yəni inanmayan insanlar özlərini necə dünya həyatı ilə aldadırlar. Dünya həyatının, yəni həqiqətdə fani olduğunu bilmələrinə rəğmən yenə də necə dünya həyatına bağlanırlar və ibrət almırlar, onu bu ayədən görmüş oluruq. Demək, Peyğəmbər sallallahu aleyhi ve selləm o toplumun içərisində yaşayıb, o toplumda dost və düşmən hər kəsin ittifaqı ilə, doğru sözlülüyü ilə, yalandan uzaq olması ilə və gözəl əxlaqı ilə tanınıb və o, həmin o insanlara həyatın mənası, böyük həqiqətlər, ölüm və sonrası, Allahın varlığı, bu dünyanın, kainatın niyə olması ilə bağlı ən təməl məlumatları verdiyi zaman o insanlar Peyğəmbərimizi inkar etdilər, bir qismi təbii ki, və Uca Allah onların içərisində olduğu halı bizə xəbər verir. Baxın, dəyərli müsəlmanlar, bu ayələri bu nəzərlə dinləyəcəyik ki, normalda insanı digər məxluqlardan fərqləndirən əsas xüsusiyyət onun düşünən varlıq olmasıdır. İnsan düşünən varlıqdır. Təəssüflər olsun ki, biz insanların əksəriyyətinə baxdığımız zaman müşahidə etdiyimiz bir hal var ki, insanlar düşünmənin minimum standartlarına məhrum qaldıqlarına görə düzgün düşünmə necə olur onu bilmirlər. Və düşünərkən, danışarkən ümumiyyətlə çox qəribə bir özü ilə təzad halında görünürlər. Burada da Peyğəmbərimizin nübüvvətini, risalətini, Peyğəmbərliyini inkar edən o insanların içərisində olduğu təzad halını görürük. Bunlar Peyğəmbərlə və Peyğəmbərin yolunda olan insanlarla savaşırlar. Günümüz dünyasına tətbiq edərək dinləməliyik. Yəni içərisində yaşadığımız bir zaman var. Bu zamanda da Peyğəmbərin yoluna gücü yetdiyi qədər tabe olmağa çalışan, insanları içərisində olduğu cəmiyyəti islah dərdi olan, həyatda yaşadığını, niyə yaşadığını bilən insanlar var. Bir
bir də belə olmayan insanlar var, kafirlər var. Bu kafirlər içərisində hər təbəqə təbii ki, İslamla savaşan deyil. Amma xüsusən burada İslamla savaşan insanları görmüş olduq ki, bu insanlar ki, bu gün də var, İslamla savaşan bu kafirlər özlərini Allahdan, dindən, dini dəyərlərdən müstəğni görürlər. Müstəğni görmək nə deməkdir? Ehtiyatsız görürlər. Yəni onlar yaşadıkları bu həyat içərisində Allaha, dinə, dini dəyərlərə ehtiyacının olmadığını iddia edirlər, ehtiyacların olmadığını iddia edirlər və Peyğəmbər dəvəti ilə savaşırlar. Peyğəmbər dəvəti ilə savaşarkən onların əslində həqiqətdə sığındıqları bir yer var, o da dünya həyatıdır. Diqqət etsəniz, bu insanlar möminləri, yəni hesaba, axirətə, axirətdən sonraki əbədi həyatın varlığına inanan insanlara lağlağı ilə yanaşarlar, istehza ilə yanaşarlar və onların hərəkətlərinə bir məna verə bilməzlər. Çünki həqiqətən də həyatı sadəcə bu dünyadan ibarət, məhdud görən insanlar öldükdən sonra həqiqi həyatın, əbədi həyatın başladığına inanan insanları anlaya bilməzlər. Və təbiidir ki, sən həqiqi həyatın axirət olduğuna etiqad edirsənsə, sənin davranışlarını da axirət düşüncəsi şəkilləndirir. Dünya ilə məhdud görən insanlar bu davranışları da anlaya bilməzlər. Çünki o davranışın arxasındakı axirət həqiqətinə inanmırlar. Və adamlar inananlara, yəni axirətə inanan insanları istehza ilə yanaşarkən sığındıqları bir şey var ki, dünya həyatı. Dünya həyatını real qəbul edirlər, maksimum bütün enerjilərini, bütün əldə etdikləri nələr varsa, dünya həyatını daha da yaxşılaşdırmaq üçün xərcləyirlər və uca Allah onların içərisində olduğu, özlərinin düşünmədiyi bir həqiqəti onlara çatdırır. Rəbbimiz buyurur ki, o inkar edən insanlar, o dinlə savaşan insanlar, Allah yoxmuş kimi, hesab yoxmuş kimi həyat yaşayan o insanlar, məgər onlar yer üzündə gəzib dolaşmırlarmı? Həqiqətdə bilirik ki, bu insanlar da gəzib dolaşırlar. Rəbbimiz necə gəzib dolaşmaqdan bəhs edir? Onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu bilmirlərmi? Yəni onlar yer üzündə gəzib dolaşdıqları zaman nəyi görürlər? Özlərindən əvvəl yaşamış kafirlərin, özlərindən əvvəl yaşamış güclü, qüvvətli insanların, güc sahibi, imkanlar sahibi, vəzifə sahibi insanların mülklərini görürlər məsələn, saraylarını görürlər, qəsrlərini görürlər və görürlər ki, həmin insanlar, yəni başqalarının haqqına girərək, haqq hüquq tanımadan, Allah yoxmuş kimi həyat yaşayaraq bu imkanlara sahib olan, bunları quran həmin o insanlar bu gün bu imkanlardan istifadə eləyə bilmirlər. Onların bağları, onların yurtları boş qalıbdı, başqalarının olubdu. Onlar bunu görürlər həqiqətdə və yaxud nəyi görürlər bunlar? Özlərindən əvvəlki kafirlərin öldüyünü görürlər, onların qəbirlərini görürlər, onların cənazə mərasimlərinə qatılırlar. Yəni bunlar görürlər, bu görməkləri əslində onları hara yönləndirməlidir? Doğru düzgün ağıl nemətini, düşünmə nemətini istifadə etdikləri təqdirdə sığındıqları bu dünya həyatının əslində həqiqətdə sığınılacaq bir şey olmadığını başa düşməlidirlər. Əslində başqalarının bədbəxtliyi üzərinə qurduqları xoşbəxtliyin bir müddət sonra özlərinin də istifadə etməyəcəyi bir şey halında olacaqlarını bilirlər. Bilməlidirlər normalda. Yəni onlar da görürlər ki, bunlardan əvvəl yaşayan insanlar bu gün o evlərindən, saraylarından istifadə edə bilmirlər. Bu gün onlar ölüdülər və bu adamlar onların cənazələrinə qatılırlar. Təsəvvür edin, bütün bunlara rəğmən adam yenə də düşünmə nemətini istifadə etmir. Və Rəbbimiz buyurur ki, onlar yer üzündə gəzib dolaşaraq özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Nədir onların aqibəti? Onların aqibəti yurtlarının boş qalmasıdır. Onların aqibəti ölməkləridir. Ən azından sən onların cəhənnəmə getdiyinə inanmasan belə bu dünyadan istifadə etmədiklərini müşahidə edirsən. Tamam, sən inanmırsan onlar əbədi həyat var, cəhənnəmdədir. Buna inanmırsan, özün bilərsən. Amma inanmasan belə dünyanın onlara fayda vermədiyini, o imkanlarının onları yaşatmağa bəs etmədiyini bilirsən əslində. Amma çox qəribədir ki, insanın qərarlarının çoxu emosional qərarlardır. Yəni insan bəzən özünün bildiyi, yəni çox açıq bir şəkildə bildiyi həqiqəti belə bilmək istəmir. Məsələn, kitabımızda bunu necə görürük? Yəhsəbu ənə mələhu əxlədə. Zənn edir ki, malı ona əbədi qılacaq. Həqiqətdə insan əbədi olmadığını bilirmi? Bəli, bilir. Amma Rəbbimiz deyir ki, zənn edir ki, malı ona əbədi qılacaq. Yəni onda içdən-içə belə bir duyğu var ki, yox, mənim imkanım varsa mən ölməyəcəm. Amma öləcəyini bilir əslində. Özü ilə belə bir təzada düşür. Və Rəbbimiz buyurur ki, onların özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı? Halbuki onlar bunlardan daha qüvvətli və yer üzündə daha çox iz qoyub getmiş kimsələr idi. Əvvəl yaşamış, böyük-böyük ərazilərə sahib olmuş insanların bu gün ölüb torpağa qarışdığını görürsən, onların diyarlarının boş qaldığını görürsən. Rəbbimiz buyurur ki, bunlar bunu görmürlərmi? Allah onları
günahlarına görə yaxaladı. Yəni bunu həm əzab kimi də başa düşə bilərik. Yəni Allah Azza və Cəllə bəzi qövmlərə əzab verdi və yaxud adam bu əzaba da inanmır deyək ki, ən azından ölümün ona gəldiyini bildin. Bilirsən, onları Allahdan qoruyan kimsə də olmadı. Yəni ölüm onlara gəldiyi zaman onları Allahdan qoruyan kimsə olmadı. Onların imkanları, ətrafları onlara heç bir şəkildə fayda vermədi. Buna bənzər ayə, dəyərli qardaşlar, digər bir ayə Həc surəsinin 46-cı ayəsində keçir. Rəbbimiz buyurur ki: "Əfələm yesiru fil ardı fətekunu lehum qulubun ya'qiluna biha aw adanun yesma'una biha fe innaha la ta'mal absar velakin ta'mal qulubul lati fi's sudur." Rəbbimiz buyurur ki, yenə onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbləri yaxud eşidən qulaqları olsun. Şübhəsiz ki, gözlər kör olmaz, sinələrdəki qəlblər kör olur. Və dəyərli qardaşlar, 22-ci ayədə Qafir surəsindən davam edirik. Rəbbimiz buyurur ki: "Zəlikə bi'annahum kanat ta'tihim rusuluhum bil bayyinati fekafaru fa'akhazahumullah innehu qaviyyun şedidul iqab." Bu ona görədir ki, peyğəmbərləri onlara açıq-aydın dəlillər, bəyyinət, açıq-aydın möcüzələr gətirmiş, ancaq onlar inkar etmişdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Şübhəsiz ki, o qüvvətlidir və cəzası şiddətli olandır. Yəni onlara peyğəmbərlər açıq-aşkar dəlillərlə gəlmişdi. Rəbbimiz bununla bir həqiqətdə bizə çatdırır ki, İslam Allahın yeganə haqq dini, İslam açıq-aydın dəlillər üzərindədir. Burada başa düşülməyəcək heç bir şey yoxdur. Yəni bu qədər açıqdır, amma onlar bütün bu dəlillərə rəğmən haqqı inkar etdilər və Allah onları əzabla yaxaladı. Şübhəsiz ki, Allah qüvvətlidir və cəzası şiddətlidir. Uca Allah bu həqiqəti bizə çatdırdı və məxsusi olaraq keçmiş ümmətlərdən buna bir örnək zikr edir. Və Rəbbimiz buyurur ki: "Və laqad arsalna Musa bi ayatina və sultanin mubin ila firavna və hamana və qarun faqalu sahirun kəzzab." Musanı açıq-aydın dəlillərlə, möcüzələrlə Fironun, Hamanın və Qarunun yanına göndərdik. Ancaq onlar bu yalançı bir sehirbazdır dedilər. Uca Allah Musa əleyhissalam üzərindən bizə örnək verir. Biz Musanı göndərdik kimə? Firona. Bəllidir ki, bəlli bir ərazidə Misirdə hakimiyyəti olan birisi və bu hakimiyyəti səbəbilə, yəni gücü var. Gücü olduğuna görə özünü heç bir şəkildə Allaha ehtiyaclı duymur. Çünki insan imkanları artdıqca Allaha ehtiyacının olmadığı zənninə qapılır. Və bu da imkanları artıbdır. Elə bir səviyyəyə gəlib ki, artıq Rəbblik iddia eləyir. Yəni yaşadığı ərazidə insanların həyatına, insanların nəyə necə inanacaqlarına, nəyi necə davranacaqlarına, nəyi necə eləyəcəklərinə özünün qərar verdiyinə inanır. Rəbblik iddia eləyir Firon. Rəbbimiz buyurur ki, biz Musanı o Firona göndərdik. Sonra kimə? Hamana. Haman da Fironun yardımcılarından, onun sarayında səlahətli bir kimsə olaraq bilinir. Və Qaruna. Qarun Bəni İsraildəndir. Bunun qissəsini ayrı dərslərdə danışmışıq. Zənginliklə tanınan birisi. Rəbbimiz buyurur ki, biz onlara göndərdik. Onlar dedilər ki, bu yalançı bir sehirbazdır. Yəni Musa əleyhissalamı inkar etdilər. Fələmmə cəəhum bil haqqı min indinə qaluqtulu əbnə'əl-ləzina amanu ma'hu vastahyu nisa'ahum və ma kaydul kafirinə illə fi dalal. Bizim tərəfimizdən onlara haqqı gətirdikdə onlar onunla birlikdə iman edənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın dedilər. Kafirlərin hiləsi əlbəttə boşa çıxar. Burada Allah-u Teala Fironun Musa əleyhissalamla savaşmaq üçün mənimsədiyi bir strategiyanı bizə çatdırır. Musa onlara gəlib haqqı bəyan etdikdən sonra dedilər ki, yəni Firon və ətrafındakılar dedilər ki, Musa ilə bərabər iman edənlərin oğullarını, kişilərini öldürün, qadınlarını isə buraxın. Razi və İbn Kəsir təfsirlərində qeyd edir ki, bu öldürmə Musa əleyhissalamın doğumu öncəsindəki öldürmədən fərqli bir öldürmədir. Çünki bilirsiniz ki, Firon eyni strategiyanı Musa əleyhissalamın doğumundan öncə də etmişdi. Burada da Musa əleyhissalam doğulub, bəlli bir yaşa çatıb, peyğəmbərlik verilib və dəvətini çatdırıb, Musa əleyhissalama iman edənlər var və bu iman edənlərlə mübarizə aparır Firon. Mübarizəsinin digər nöqtələrini növbəti ayədən görəcəyik. Mübarizəni hansı şəkildə aparır? Musanın yanında iman edənlər var. Deyir ki, onun yanında iman edən kişiləri öldürün. Kişiləri, oğlanları öldürün. Bu bizim bildiyimiz həqiqi mənada öldürməkdir. Yəni onların, Bəni İsrailin oğullarını öldürün. Bu bizim bildiyimiz həqiqi mənada öldürmədir. Lakin öldürmədən məqsəd nədir? Niyə görə iman edənlərin kişilərini öldürür? Oğlanlarını öldürür. Öldürmədən məqsəd həqiqətdə zərərsizləşdirmədir. Yəni onları zərərsiz bir topluluq halına gətirmə. Onları heç bir şeyə reaksiya verməyən bir topluluq halına gətirmə. Və biz bilirik ki, Uca Allahın bu ayədə bizə bildirdiyi peyğəmbər dəvəti ilə savaşan insanların bu strategiyası zaman, məkan necə dəyişirsə dəyişsin, eyni şəkildə davam edir.
Sadəcə bu öldürmənin şəkilləri fərqli olur. Bəzi ərazilərdə, müəyyən zamanlarda bu öldürmə bizim bildiyimiz həqiqi öldürmə şəklində təcəlli eləyir, ortaya çıxır. Bəzi ərazilərdə, müəyyən zamanlarda isə bu öldürmə fərqli şəkillərdə olur. Çünki öldürmədən məqsəd dediyimiz kimi zərərsizləşdirmədir. Onun üçün də bəzi müfəssirlər, müasir müfəssirlər xüsusən Quran-Kərimdə məsələn Uca Allah zinaya yaxınlaşmayın deyir. Zinaya yaxınlaşmayın ayəsinin önündə və sonunda Allah Teala öldürmə yasağından bəhs eləyir. Övladlarınızı öldürməyin, haqsız bir cana qıymayın. Və bəzi müfəssirlər burada bir həqiqətə vurğu elirlər ki, Allah Teala zina yasağını, yəni zina qadağasını iki öldürmənin arasında qeyd etdi. Bu zinanın fərqli şəkildə bir öldürmə olduğunu göstərir. Yəni diqqətlə oxumağı bacardığımız təqdirdə zina bir öldürmə çeşididir. Dolayısıyla öldürmə şəklində bir strateji mənimsəyib peyğəmbər dəvəti ilə savaşan insanlar öldürməni bil-fiil yerinə yetirə bilmədikləri yerlərdə başqa şəkillərdə yerinə yetirərlər. Məsələn, necə? Həmin cəmiyyətdə zinanı yaygınlaşdıraraq. Çünki zinanın yaygınlaşdığı cəmiyyət həqiqətdə ölmüş bir cəmiyyətdir. Bunun kimi kitabımıza baxdığımız zaman görürük ki, Allahın qadağan etdiyi, xüsusən dəlil göndərib qadağan etdiyi və şiddətini bildirdiyi günahların hamısında fərdi və cəmiyyəti öldürmə məsələsi var. Yəni sən o günahları o cəmiyyətdə yaygınlaşdırdığın təqdirdə ölü bir topluluq formalaşdırmış olursan. Zina sərbəst olduğu zaman, zina yaygınlaşdırıldığı zaman, təşviq edildiyi zaman, zina rahatlaşdırıldığı zaman, bunun qarşılığında evlilik çətinləşdirildiyi zaman o ölü cəmiyyətə çevrilir. Bunun geniş tərəflərini zina dərsimizdə danışmışdıq. Niyə zina öldürmədir? Digər tərəfdən, içki bir öldürmə çeşididir. Çünki sən öldürsə neynirsən? Qarşındakı fərdi və yaxud toplumu zərərsizləşdirirsən. İçmiş insanla ölü insan arasında nə fərq var? Yəni, düşünmə qabiliyyəti əlindən alınmış insanlar halına gəlir. Bunun kimi insanın düşünməsinin önünə pərdə çəkən digər şeylər də əslində fərqli şəkillərdə öldürmədir. Zina, içki, faiz. Çünki adam fiziki olaraq öldürülməsə belə faizlə yenə də sənin kölən halına gəlir, yenə zərərsizləşdirilmiş insan halına gəlir. Bunun üçün də bunların peyğəmbər dəvəti ilə mübarizə yolları, metodları dəyişmir. Sadəcə o şəkillər dəyişir. İçki, zina, faiz və digər günahlar şəklində öldürmə davam eləyir. Və Firon bunu təşrif eləyir. Fironun yandaşları bunu təşrif eləyir və neyini? Qadınlarını da buraxın. Yəni kişilər ölür və yaxud kişilər zərərsizləşdirilir və yaxud kişilərin kişiliyi əlindən alınır. Yəni nə deməkdir? Kişi funksiyası artıq elə bir ki, kişinin cəmiyyətdəki rolu, ailədəki rolu, ailəni idarə etmə rolu, ailənin dünyasını, axirətini qoruma rolu, cəmiyyətin islahı rolu, bütün bu funksiyalar onun əlindən alınır və qadın ağırlıqlı bir cəmiyyət qurulur. Qadın çölə buraxılır. Qadın çox göstərilir. Qadın itayətsiz hala gətirilir. Ona görə də davamlı anormal şəkildə qadın haqları buna çox xüsusi vurğu edilir. Haqdırsa, tamam, hər hansı bir cəmiyyətdə qadının haqları tapdalanırsa, təbii ki, bu qorunmalıdır, ondan getmir söhbət. Amma qadının haqqı, kişinin haqqı, yəni insan haqqı məsələsi olmalıdır. Və yaxud bunu dönə-dönə vurğulayır müsəlman dəvətçilər ki, günümüz dünyasını, dünyada baş verən prosesləri, xüsusən son 2 ildə baş verən prosesləri biz izlədikdən sonra artıq heç kəsə sir deyil ki, bunların qadın haqqı deyərkən qəsd etdikləri bizim qadınlarımız deyil. Bunların uşaq haqqı deyərkən qəsd etdikləri də bizim uşaqlarımız deyil. Və belə bir cəmiyyət inşa edilir. Amma Rəbbimiz buyurur ki, kafirlərin hiləsi əlbəttə boşa çıxar. Onlar bir hilə qururlar, amma bütün hilələrinə rəğmən yenə iman edənlər olur. Yenə onların bütün hilələrinə rəğmən Xədicə anamız kimi, Ayşə anamız kimi, Fatimə anamız kimi xanımları özünü örnək göstərən xanımlar ortaya çıxır. Yenə peyğəmbərləri örnək götürən kişilər ortaya çıxır. Bunlar necə iman eləyirlər? Bunların iman etməməsi üçün, bunların küfürdə olması üçün bütün şərtlər formalaşdırılıb. Çılpaq bir cəmiyyət formalaşdırılıb. Necə olur ki, bunlar bütün bu açıq-saçıqlara rəğmən zinadan uzaq dururlar? Necə olur ki, bunlar ibadət edirlər? Və mə keydul kafirinə illə fi dalal. Kafirlərin hiləsi əlbəttə boşa çıxar. Və qalə Firavunu zəruni əqtul Musa vəl yəd'u rabbə inni əxafu ən yübəddilə dinəkum əv ən yuzhira fil ardil fəsad. Firon dedi ki, istişarə məclisinə, buraxın məni Musanı öldürün. Buradan başa düşürük ki, yanındakılar Musanın öldürülməsi məsləhət görmürlər. Plan qurulur ki, biz Musanın dəvətini necə bitirək? Musanın dəvəti ilə necə mübarizə aparaq? Firon əsəbləşib, deyir ki, buraxın mənim Musanı öldürüm. Yanındakılar isə deyirlər ki, öldürməyək. Niyə görə? Çünki Musadan bir xalq qəhrəmanı formalaşmasını istəmirlər. Başqa şəkildə mübarizə aparaq deyirlər. Firon deyir ki, məni buraxın Musanı öldürüm, qoy o da Rəbbin köməyə çağırsın. Bunlar niyə etmir? Çünki inanmır adam.
Qoy Rəbbin köməyə çağırsın. İnni əxafu, Firon deyir, mən qorxuram ki, artıq bunu həm əyanların, həm saray cəmaatının, həm də onların timsalında xalqa ötürülmüş mesaj olduğunu görürük biz. Firon xalqa bir mesaj ötürür. Firon öz ətrafına bir mesaj ötürür. Nədir? İnni əxafu, mən qorxuram. Əyyubəddilə dinəkum, Musanın sizin dininizi dəyişdirməsindən qorxuram. Baxın, dinsizə bax, dinsizin dediyinə bax. Qorxuram ki, Musa sizin dininizi dəyişdirəcək. Buradan nə başa düşürük? Peyğəmbər dəvətinin mahiyyətini başa düşürük. İslam necə bir dindir? İslam necə bir inanc paketi təqdim edir? Onu görmüş oluruq. Musa əleyhissalam necə bir dəvət verib ki Firona? Firon Musa əleyhissalamın dəvətinin mahiyyətini başa düşüb. Deyir ki, mən qorxuram ki, Musa sizin dininizi dəyişdirə. Təsəvvür edin ki, Musa əleyhissalam Firona dəvət verərkən ki, biz Quranda bəzi nöqtələr görürük, təfsilatı görmürük. Dəvətdə konkret o proses nə qədər getdi, necə dəvət verdi, bəzi nöqtələr görürük. Amma buradan başa düşürük bəzi nöqtələri. Təsəvvür edin ki, Musa əleyhissalam desəydi ki, bizim təqdim etdiyimiz din odur ki, təsəvvür edin deyirəm. Heç bir şəkildə insan həyatına qarışmır. Sadəcə şəxsin vicdanında, şəxsi dünyasında, iç dünyasında qalan bir şeydir. Heç kimə bu şey yaxşıdır, bunu elə, bu şey pisdir, bunu elə demir. Sənin həyatında, sənin deyək ki, ticari həyatında, ailə həyatında, insani münasibətlərində, ictimai münasibətlərində heç bir şəkildə rolu olmayan bir dindir. Müəyyən günlərdə, müəyyən məbəddə yığılıb, sadəcə ibadət edib, dağılıb, qalan vaxtı hər kəs istədiyi kimi və yaxud sizin istədiyiniz kimi yaşayacağıq desəydi, Firon buradan bundan narahatçılıq duymazdı və bunu deməzdi. Çünki Fironun dediyi, mən qorxuram ki, Musa sizin dininizi dəyişdirə nə deməkdir? Mən qorxuram ki, Musa sizin, yəni bizim həyat tərzimizi dəyişdirə. Çünki Firon başa düşdü ki, Musanın təqdim etdiyi din şəxsi vicdanda qalan və həyata heç bir şəkildə yansımayan din deyil. Musanın dini elədi ki, Musanın təqdim etdiyi Allah inancı elədi ki, həyatın hər sahəsinə qarışır. Belə evlənəcəksən, belə ailə həyatın olacaq, belə ticarətin olacaq, belə qazanacaqsan, belə xərcləyəcəksən, cəmiyyət belə qurulacaq, ictimai münasibətlər belə olacaq, insani münasibət hər şeyə qarışır. Yəni məbədə həbs olmuş din deyil. Bunu başa düşdü Firon. Ona görə də Fironun din algısına baxın. Musa əleyhissalamdan öyrəndiyi. Deyir ki, mən qorxuram ki, Musa sizin dininizi dəyişdirəcək. Yəni yaşayış tərzinizi dəyişdirəcək. Dolayısıyla biz buradan başa düşməliyik ki, bu gün israrla vurğulanmaq istənilən bir məsələ var. Din yaxşıdır, gözəldir, amma mənə qarışmasın. Firon burada eyni şeyi deyirdi. Deyirdi ki, dininizi dəyişdirən nə deməkdir? Sizin həyatınıza qarışacaq deyirdi. Bax, insanların həyatının hər nöqtəsinə qarışma səlahiyyəti olduğunu düşünən bir varlıq Musa əleyhissalamı eyni şeylə ittiham edir. Özü əslində qarışır yox. Deyir ki, bu cür yaşayacaqsınız. Məsələn, bu günün insanlarına fikir verin. Adamlar özlərinə uyğun geyim zövqü müəyyən eləmirlər. Biriləri onlar üçün müəyyən eləyir. Yemək zövqü də belədir. Hər bir şeyi insanlar üçün müəyyən eləyirlər. Sadəcə adam elə zənn edir ki, buna nə deyirik? Biz azadlıq imitasiyası, özü deyil. Adam belə zənn edir. Həqiqətdə Fironun öz əyanlarına və xalqına ötürdüyü mesaj nə idi? O sizin həyat tərzinizə müdaxilə eləyəcək. Bax, Musa sizin həyat tərzinizə müdaxilə eləyəcək. Həqiqətdə nə edir? O sizin günah etmə sərbəstliyinizi əlinizdən alacaq deməkdir. Yəni bunların dərdi budur. O sizin günah etmə sərbəstliyinizi əlinizdən alacaq. Əslində İslamda adamın günah etmə sərbəstliyi də əlinə alınmır. Yəni evində nə edir o? Amma sənin azadlığın hara qədərdir? Mənim azadlığıma müdaxilə eləyənə qədər. Sən evində nə edirsən, səni özünü bağlayır. Amma sən cəmiyyətdə davranışlarına diqqət eləməlisən. İstədiyin kimi geyinə bilmərsən. İslam bunu deyir. İstədiyin kimi davrana bilməzsən. Və İslamı bununla ittiham eləyənlər ki, başqalarının həyatına qarışır. Sən qarışmırsanmı? Sənin cəmiyyətə aid heç bir qayda qanunun, heç bir metod, bir müdaxilə istəyin ən azından yoxdurmu? Çünki heç kimə qarışmasın demək nə deməkdir? Hüquq olmasın deməkdir. Bu belə absurd bir ifadədir. Sən normal qəbul eləyirsənmi ki, bir adam çöldə, sən də ailənlə oturmuşsan evdə, bir adam çöldə ən pis söyüşlər söyə-söyə gəzsin. Normal qəbul eləyirsən, eləmirsən. Təsəvvür ki, adama gəlib deyirsən ki, niyə eləyirsən? Deyir ki, sən mənə qarışa bilməzsən. Sən ictimai hərəkətlərə qarışıram. İslam da qarışır. Firon da əslində burada deyir ki, o sizin günah etmə sərbəstliyinizi əlinizdən alacaq. Həqiqətdə İslamın təqdim etdikləri inanmayan bütün insanlar üçün rəhmətdir. Yəni dünyəvi baxımdan da rəhmətdir. Amma bunlar başqa şeyləri qabardaraq göstərirlər. Yəni peyğəmbər dəvətini bu şəkildə çirkin göstərməyə çalışırlar. Yəni sən əgər peyğəmbər dəvəti ilə, Quranla, dinlə mübarizə aparırsansa, bir dəyərləndirmə ilə sağlam. İslamın təqdim etdiyi ailə modeli necə bir modeldir? İslamın təqdim etdiyi iqtisadi model necə bir modeldir? İslamın təqdim etdiyi bu həyat sahələrinə aid modellər nədir? Bunu danış və etirazın varsa bunu elə. Amma bu belə edilmir. Necə edilir? Sizin sərbəstliyinizi əlinizdən alacaq deyə edilir.
Halbuki zaten insan sərbəst deyil. İnsanın sərhədsiz sərbəstliyi utopiyadır, mümkünsüz bir şeydir. Sadəcə hər kəs öz inancına görə müəyyən məhdudiyyətlər qoyur, İslamda bir məhdudiyyət qoyur. Bu məhdudiyyətlərin hansının doğru olub olmadığını da müzakirə eləyə bilərik. Və deyir ki, mən qorxuram ki, o sizin dininizi dəyişdirə, əyyudhira fil ardil fəsad və yaxud yer üzündə fitnə fəsad törədəcəyindən qorxuram. Yer üzündən məqsəd idarə etdiyi ərazidir, Misir. Bu da xalqa oynadığı sözüdür Fironun. Bu fəsad çıxardır. Problem çıxardır. Musa gəlib burada tövhiddən, axirətdən bəhs eləyərək fəsad çıxarır. Musa burada haqq hüquqdan bəhs eləyərək fəsad çıxarır. Bütün peyğəmbərləri bununla ittiham ediblər, fəsad çıxarmaqla. Şuayb əleyhissalamı məsələn. Nə zaman dedilər ki, sən fəsad çıxarırsan? Dedi ki, bax çəkidə, ölçüdə cəmaatı aldadırsınız, bunu eləməyin. Deyən kimi dedilər fəsad çıxarırsan. Çünki adam istədiyi kimi ticarət eləyir, peyğəmbər gəldi ki, o belə eləmə. Və dedilər ki, ey Şuayb, sənin namazın bu vəziyyətə qoydu. Sənin namazın mı bunu əmr eləyir? Çünki gördülər ki, namaz qılan adam qarışmağa başlayır artıq. Namaz qılıb olduğu kimi qalmır. Gəlir ticarətə də müdaxilə eləyir. Belə ticarət aldatma cəmaatı deyir. Qul haqqına girmə deyir. Və bu nədir onlara görə? Fəsaddır. Çünki qurulmuş nizamlarının pozulmasıdır. Birdən kölələr başa düşər kölə olduqlarını, köləlikdən qurtulmaq istəyirlər. Fəsad. Və Firon da bunu deyir. Çünki Firona görə fəsad nədir? Qurduğu nizamın pozulması. İslama görə fəsad nədir? Allahın hər hansı bir yerdə qoyduğu qanuna uyğunluğun pozulması. Allahın təyin etdiyi fitrətin pozulması. Fəsad. Allahın hökmlərinin tətbiq edilməməsi fəsaddır İslama görə. Firon da deyir ki, mənim nizamımın pozulması fəsaddır. Və deyir ki, qorxuram ki, Musa fəsad çıxaracaq. Musa isə dedi ki, mənim də sizin də Rəbbiniz olan Allaha sığındım. Musa əleyhissalam Allaha sığındığını deyir. Baxın, kimdən Allaha sığınıram? Bəzi insanlar var ki, onların şərrindən əmin deyilsən. Onların şərrindən Allaha sığınırsan. Kimin şərrindən əmin olunmur? Bax onu görəcəyik. Kimin hər zaman sənə pislik etmə ehtimalı var? Kimdən uzaq durmaq lazımdır? Kim sənə hər cür zərəri verə bilər? İnsan hansı vəziyyətə gəldiyi zaman ondan əmin olunmur və ondan Allaha sığınırsan. Musa əleyhissalam deyir ki, mən Rəbbimə sığınıram. Kimdən sığınıram? Min kulli mütəkəbbir. Hər cür təkəbbürlüdən, özünü böyük zənn eləyəndən, insan olaraq öz məqamını unudandan, hər cür təkəbbürdən Allaha sığınıram və kimdən? Və hesab gününə inanmayan insandan Allaha sığınıram. Çünki hesab gününə inanmayan insan hər cür pislik eləyə bilər. Sadəcə müəyyən səbəblərdən dolayı müəyyən zamanlarda bunu eləməz. Amma öz dünya həyatını yaxşılaşdırma imkanı olduğu zaman, əlinə güc keçdiyi zaman axirətə hesaba inanmayan hər bir şey eləyir. Çünki adam inanmır hesaba. Məsələn, hüquq niyə qoyulur bir yerdə? Hüquq olmadığı zaman niyə xaos olur? Çünki insanlar etdiklərinin qarşılığında cəza olmayacağına inanırlar. Amma cəzanın olduğunu bildikdən sonra o cəzaya görə bir çox adam müəyyən şeyləri gözləyir. Bir adam öldükdən sonra haqq hesabın və cəzanın olacağına inanmırsa, bu adamdan qorxmaq lazımdır. Yəni bu adamdan Allaha sığınmaq lazımdır. Bu mənada qorxmaq. Yoxsa ki ona tabe olmaq mənasında yox. Bu adamdan Allaha sığınmaq lazımdır. Necə ki Musa əleyhissalam belə birisindən Allaha sığınırdı. Və 28-ci ayədən etibarən Musa əleyhissalam və Firon arasındakı məsələlər davam eləyir. Bilirsiniz ki, Quran-Kərimdə qissə anlatımı Yusuf əleyhissalam qissəsi xaric xronolojik deyil, ardıcıl deyil. Hər hansı bir mövzu içərisində bir surədə bir neçə ayə, deyək ki, qissənin bir bölümünə vurğu edilir, sonra mövzu dəyişilir. Çünki bu şəkildə anlatım insanı yormur. Biz də burada saxlayırıq. Allah azza və cəllə həqiqi mənada peyğəmbərlərin gətirdiklərinə, Allah azza və cəllənin dininə onun istədiyi şəkildə, bizə çatdırdığı şəkildə iman edən qullarına etsin bizi. Allah azza və cəllə müsəlman olacağımız alsın. Elhamdülillahi rabbil alamin.